Xalq şairi Sabir Rüstəmxanlı müsahibəsində deyib ki, Türk dünyasının birliyindən danışırıq, amma Türkiyədə işlədilən bəzi terminlərlə uyğunlaşmaqdan çəkinirik. Onlar toplum deyirlər. Bu söz bizdə də var, amma biz cəmiyyət deyirik. Onlar uluslararası deyirlər, biz isə beynəlxalq deyirik. Türkiyədə süni intellektə yapay zəka deyirlər. Yapmaq sözü bizdə də işlənir. Biz də bu ifadədən istifadə edə bilərik. Biz isə Azərbaycan dilində danışan insanlar xalq şairindən soruşmaq istəyirik. Niyə də, niyə? Nə üçün Azərbaycan dilinin başına bu oyunlar açılmalıdır? Az olub, yenə ana dilimizi bu dəfə başqa böyük qardaşa qurban verək. Lapet kimi calayaq abilərə. Ay balam, demirsiniz Türk dünyasının birliyi. Axı nə üçün bu ifadəni hər şeyin Türkiyəyə uyğunlaşdırılması kimi anlayırsınız? Əgər Azərbaycanı da bu dünyanın tərkib hissəsi kimi qəbul edirsinizsə, deməli hər şey paritet əsasında olmalıdır. İndi bu birliyi necə təsəvvür edirsiniz? Qazaxıstan, Qırğızıstan, Özbəkistan lüğətlərini, dillərini Anadolu türkçəsinə uyğun qayçılayacaqlar? Əsla etməyəcəklər. Çünki mənlikləri var, milli qürurları var və çox ümid edirəm ki, Azərbaycanda da belə olacaq. O qeyd olunanları hələ bizdə də itirməyənlər kifayət qədərdir. Ana dilimiz restoran menüsü deyil ki, ona yayda pomidor qayğanağı, qışda isə xaşalayva deyək.